Bayırdaki havaya baxdım və başa düşdüm ki, bugün ev vlogu olacaq. Çünki bayırda bir balaca yağış yağıb. Həm də ki, neçə gündür dırnaqları korreksiya eləmək istəyirəm, vaxt tapa bilmirəm, dəhşət uzanıb. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Zavtraq eləmədən prosta çay içdim və başladım mukbanga hazırlıqlar görüm. Bugün məndə xaçapuri olacaq. Qıraqları pendirlə doldururam. Qızlar, pendir nə qədər çox olsa, o qədər dadlıdır. Xaçapurini qoydum, biraz özünə gəlsin. Fikirləşdim əvvəl makiyajımı eləyim. Çünki isti yemək istəyirəm videoda, həm də ki daha gözəl görünsün kadrda. Ona görə makiyajımı eləyirəm, sonra davam edirəm hazırlamağa yeməyi. Bilmirəm, heç ehtiyacı var hər dəfə göstərməyə yox. L'Oreal'in bazasını istifadə elədim. 3 dəqiqəyə dəriyə tam olaraq hopur. Son zamanlar saat 9-da dururam və özümü öyrəşdirmişəm artıq. Saat 9 olan kimi ayılıram. Amma indi özümü öyrəşdirmək istəyirəm. Saat 7-də durmaq. 3 dənə budilnik qurmuşdum. Heç birinə durmadım. Hamısını yuxulu söndürdüm və yatmağa davam. Keçən videoda qızlar biabır oldum. 10-cu dəqiqədən sonra montaj eləmək yadımdan çıxdı. Bir hissəsi orada montajsız oldum. İndi sizə ümumiyyətlə başa salam, niyə görə belə oldu, niyə görə imенно ortasında montaj olmayan kadrlar var idi. Uzun video olanda onu hissə montaj edirəm və sonra birləşdirirəm. Çünki montaj proqramı donur, hamısını yükləsəm və montaj eləmək qeyri-mümkün olur. Düşünürdüm ki, təzə telefonda belə bir problem olmayacaq, amma bu telefonda da var. Ona görə mən vlog uzundursa, 20 dəqiqədən çoxdursa, 2 hissəsini montaj edirəm ayrı-ayrılıqda, sonra birləşdirirəm. Birinci gün ilk 15 dəqiqəni montaj eləmişdim və elə bilirdim ki, axıra qədər montaj eləmişəm. Çünki bizə su gətirdilər. Mən biraz fikrimi o tərəfə yönəltdim. Yadımdan tamamilə çıxdı. Mən elə bildim ki, birinci hissəsini mən montaj eləyib bitirmişəm və keçdim ikinci hissəyə. Onu da montaj eləyəndən sonra birləşdirdim və təkrar hazırladığım videoya baxmadım. Ümumiyyətlə tam olaraq montajı bitirəndən sonra mən videoya baxmıram. Çünki vaxt itkisidir. Təsəvvür eləyin 40 dəqiqə mən təkrar videoya baxım ki, orada səhvlik olub ya yox. Və ümumiyyətlə montaj eləyəndə mən adətən heç bir səhv buraxmıram. Amma bu dəfə həqiqətən biabırçı vəziyyət. Saçlarımı buruq eləyirəm. Orada üstündən səsləndirmə olmalı idi. O yadımdan çıxdı. Hələ makiyaj eləyə belə eləyirəm. Miau! Əvvəl dedim, yox, mən bunu silməliyəm və təzədən yükləmək lazımdır. Sonra gördüm ki, elə gözəl yığır. Elə yaxşı yığdı srazu və əlim gəlmədi onu silməyə. Çünki bilirdim ki, ikinci dəfə bu insanlar təkrar bu videoya baxmayacaqlar. Söhbət qızlar bundan əvvəlki videodan gedir. Gəlib baxa bilərsiniz. 10-cu dəqiqədir. Bir dəfə mukbang üçün belə yüngül makiyaj elədim. Vərəklərdə o qədər kompliment əldə eləmiş oldum. Ondan sonra belə eləyirəm. Bir 10 gündür belə tipli makiyajlar eləyirəm. Çox sadə. Bəzən həqiqətən bilmirsən hansı video tutacaq, hansı yox. Prosta öz sevdiyi kombonu göstərdim. 2 dənə birlikin məhsulu və shorts olaraq çəkdim. Gördüm ki, 200.000 yığıb o video. Həmin videonu çox güman ki, siz mənim YouTube Shorts'da görmüsünüz. Sağ tərəfdə yerləşdirdim onu. Belə baxanda adi bir videodur. Heç gözləmirdim ki, bu qədər yığacaq. Təkrar eyni məhsulları göstərmək məncə çox da lazımlı deyil, amma yenə də suallar olacaq. Tonalini Mişan bu tonalinidir. 21 nömrə məndə. Ən sevdiyim tuş Essence Lush Princess. Təzə mislinin bu paletdən əndik istifadə edirəm. Çox gözəldir. Açım göstərim sizə. Belə bir şeydir. Hal-hazırda satışda var. Təzə kolleksiyadır. Qələm və pomada Faberlic. Bu pudradan qızlar 6 dənə almışdım mən 2 il bundan əvvəl və bu sonuncudur. Yəni zapasda alan məhsulları hamısı məndə istifadədədir. Bundan başqa Rimmel pudrası məndə yoxdur. Sabinadan almışdım endirim zamanı 6 dənəsi. Fixing spray yadımdan çıxdı. Mislindəndir məndə. Bu kanala yüklədiyim vlogları hamısını tərcümə eləyərək Ayka Emiri, yəni ki, Rus səhifəmə də atıram. Düzdür, üstündən tərcümə olduğuna görə çox da o vloglar yığmır, amma yenə də bir 20.000 stabil yığır. Ona da Allah bərəkət. Əslində tərcüməyə çox vaxt gedir, amma yenə də silməyə əlim gəlmir. Ona görə tərcümə eləyib paylaşıram. Videoda qabağıma isti qoymaq üçün əvvəl makiyajımı elədim, tam özümü hazırladım. İndi isə xaçapurini çəkilişi hazırlayıram.
Yadınıza gəlirsə, bunu mən Temudan sifariş eləmişəm. Təkrar istifadə eləmək mümkündür. Perqament əvəzim. Həm bizdə xaçapuri olacaq, həm də ki bir neçə dənə gürcü xəngəl. Burada suyu da qoymuşam qaynamağa. Bilmirəm videodan hiss eləyirsiniz ya yox, amma ev əməli başda qaranlıqdır. Bilmirəm ring light'ı gətirim çəkim, yoxsa belə davam eləyim. Baxmayaraq ki, axşam deyil, saat 11-in yarısıdır cəmi. Şalvar onsuz da videoda görsənmir, kofta olaraq isə bunu geyinəcəm. İndi gördüm və şoka düşdüm. 400 min izleyici var bu kanalda. Ayka Emili nəhayət ki bu zirvəyə çatdım. Əslində bu kanalın inkişafı daha tez gedir, nəinki o kanal. Səbəbi isə ondan ibarətdir ki, hər insana maraqlı deyil, kimsə çörək yeməyinə baxmağı, mukbang sevən xüsusi bir kütlə var. Və buna baxan insanlar o qədər də çox deyil. Bəziləri ümumiyyətlə əsəbinə toxunur kimsə çörək yeyəndə. Daha doğrusu bu səslər əsəbinə toxunur. Bilmirəm təbii ki, amma içimdə elə bir his var ki, Ayka 14 YouTube kanalı, o birisi böyük kanalı keçəcək izleyici sayında uzaqbaşı 2-3 ilə. Çünki bu 400 mini mən 7 ilə yığmışam. Amma bu səhifədə 1 il yarıma 170 min yığmışam və belə hesablayanda başa düşdüm ki, bu daha tez olacaq. Yenə də qismətdir. Mənə kömək eləmək istəyirsinizsə, sizdən çox xahiş edirəm, abunə olun. Əgər onsuz da mənim videolarımı izləyirsinizsə, like qoyursunuz, gözəl rəylər yazırsınız, bir barmaq toxunuşudur. Məni çox sevindirəcəksiniz. Onsuz da lüboy vaxt mənim hərəkətimi, sözümü bəyənməyən məqam siz unfollow eləyə bilərsiniz. Mən də Twixi kimi burada uzanmaq istəyərdim, amma gedib bağlamanı götürməliyəm. Çünki orada çox maraqlı çanta var. Daha doğrusu 2 dənə çanta, hansıları ki mən səbirsizliklə gözləyirəm. Yağış yağdı, görürsünüz, sırası ləkə-ləkə olur. Ona görə yumuram da mən bunu. Külək düzdür, yoxdur, amma yenə də hava soyuqdur. Külək olmayan da problem deyil. Ən əsəbimə toxunan elə küləkdir. Adamın sümüyünə girir. Mən bir də bildiriş gəldi qızlar. Çox diqqətli olun. Akazvıca maşinliklərdir. Sizin bağlanmalınız hardasa qalıb. Güya ki, girirsən oradan sənin kart nömrəni istəyirlər. Bir sözlə aldanmayın. Wow, sən nə şirinsən axı. Bir də baxın buna. Balaca belə bir çantada asılı brelok kimi. Qəsdən qızlar belə əlimdə də göstərirəm. Tam sayzını biləsiz deyə. Telefon yerləşir, ən lazımlı əşyalar yerləşir, amma çox da böyük də deyil. Hal-hazırda boş vəziyyətidir. Bu yalnız bir rəngdə mövcuddur. İçi belə parçalıdır. Qiyməti isə 26 manatdır. Bu hissələri gördüm və başa düşdüm ki, uzun qayışı da olmalıydı, amma tapa bilmirdim. Sonra gördüm ki, yox, bağlamada var, elə uzun qayışda. Mən düşünürəm ki, bu modelə uzun qayışa ehtiyac yoxdur, amma yenə də taxıb göstərmək istəyirəm sizə. Belə çox uzundur. Uzunluğu siz ümumiyyətlə təmzimləyə bilərsiniz. Amma əsas belə çantalarda yalnız bir bəyənmədiyim xüsusiyyət var. Bunlar çox çətin açıb bağlanır. Amma belə keyfiyyətə söz ola bilməz. Bunun fərqli rəngləri var idi. Mən ağ götürdüm çünki ağ çantam yoxdur. Bir balaca təəssüf ki, əzilib, amma çox qalın materialdan istehsal olunub. Biraz taxdıqca bunun forması düzələcəyi düşünürəm. Qiyməti bunun deyəsən 26 manatdır ya da ki o civarında. Amma zamoku yoxdur bunun. Mən sifariş edərkən bilirdim ki, zamoku yoxdur. Diqqətlə oxumuşdum. Hər bir xırdalığı, tikişləri mükəmməldir. Hər şey gözəldir. Yalnız bir şey məni qane eləmir. Bu biraz əzilmə idi. Amma ümid edirəm ki, içini doldurub saxlayandan sonra forması düzələr. Amma kolleksiyama hər ikiniz xoş gəlmisiniz. Çox qəşəngdir, şirindir. Məndən buş. Nədənsə bəzi məhsulları sırası sifariş edirəm. Amma bəzilər çox tərəddüd edirəm, səbətə əlavə edirəm, sonra silirəm, sonra tezdən əlavə edirəm. Bu qolbağı da həmin məsələdir. Dəfələrlə silmişəm, amma axırda aldım.
Demonu qızlar hələ də yükləməmişsə, mütləq bunu mənim linkdən eləyin. Paket kupon əldə eləyəcəksiniz 150 manatlıq. Reylərdə gördüm ki, belə qolbaqların uzunluğu təmzimləmə imkanı da var. Hətta hissələri yerini də dəyişmək olar. Başqa hissələr qoymaq, gümüş ya da ki fərqli model var. Amma necə eləyirlərsə gözümdə bilmirəm. Hələ kakras qorxurdum ki, mənə böyük olar, amma biraz böyükdür. Bir hissəsini çıxarda bilsəydim super olardı. Reylərdə mütləq yazın, kim bacarır çıxartmaq, necə olar onu çıxartmaq, proses necə baş verir. Ya da ki, qardaşıma verim, o köməkli eləsin. Ümumiyyətlə, qızlar, son zamanlar qızılları qətti almıram, heç həvəsim yoxdur. Əksinə, hər dəfə fərqli bijuteriyalar taxmağa daha üstünlük verirəm. Məndə belə bir problem olur ki, vaxtında yerinə təzə məhsul qoymasam, itir, sonra itbat olur, tapmaq qeyri-mümkün. Ona görə qoyuram sırası yerinə bura. Taxacam bu yaxınlarda. Yay gəlir. Yayda bijuteriya ümumiyyətlə çox istifadə olunur məndə. Bu görəsən nədir? Ağlıma heç nə gəlmir. Bir izləyicim reylərdə yazmışdı ki, Ayqa, biz sənin stəkandan bezmişik. Nə olar, fərqli stəkanları sifariş elə və kofe eləyəndə səhər fərqli olsun. Ona görə belə bir stəkan sifariş elədim. Çünki mən şəffaf stəkanları dəhşət çox sevirəm. Amma çeşid olmur. Şəffaf stəkanları çətin tapmaq olur. Bunu götürdüm. Cəmi qiyməti 5 manat idi, amma o qədər gözəldir qızlar. Hətta videoda çox adi düşür, amma real həyatda dəhşət gözəldir. Gözəl keyfiyyətli və qalın şüşədən istehsal olunub. Çox gözəldir. İndi vloglarım belə başlayacaq. Çox böyük bağlama deyil, ən lazımlı məhsulları sifariş eləmişəm. Nəhayət. Deməli, bu mənim açar üçün belə bir keysdir. Mən maşını alarkən, ümumiyyətlə 2 dənə açarım olmalı idi. Və mənə maşını satan insan əvvəl dedi ki, ikinci açar mənim evdədir. Mən də arxayın oldum. Amma maşını satandan sonra mənə dedi ki, evdə tapa bilmirəm, ikinci açarı yoxdur, yalnız birdir. Ona görə təəssüf ki, mənim maşınımın yalnız bir açarı var, o da biraz cızılıb. Onun üçün belə bir keys götürdüm. Hər şeyini rozovu alan mən, bunun da rozovu rəngi var idi. Amma bənövşəli biraz açıq rəng də görsənirdi. Ona görə bunu götürdüm. Adətən açar üçün keys alırlar ki, açarı cızmamaq üçün, məndə isə əksinə açarın cızıqlarını gizlətmək üçün. Qızlar, içəri salmaq bunu dəhşət çətin idi, çünki açar da böyükdür və bunun üçün düzəldilən keys də o qədər də böyük deyil, dəhşət kipi idi və güclə saldım içəri və bu çox kömək eləyir. Bunun vasitəsilə bunun köməkliyini elədim. Şimdi çıxartmayacağım prosta. Açar belə qalacaq. Fərqli maşınlar üçün var qiyməti 5 manat idi. Növbəti əsl havaya uyğun belə bir jaket aldım. Və ən böyük razmeri aldım. Niyə görə bu qədər böyük razmerini götürdüm? Qızlar, istəyirəm ki, eynimdə oversize görsənsin. Altından bir dənə crop geyinim, ətək və bomboş bir dənə jaket. Əslində pis deyil, keyfiyyəti tam şəkildəki kimi. Sadəcə rəngi biraz solğundur, amma şəkildə daha belə qəşəng rəngi idi. Amma pis deyil. Razmer olaraq isə deyəsən XL götürmüşəm. İndi ütüləyib geyinəcəm. Mama dedi ki, vay dədə vay, bu nə boydadır. Bu jaketdə qoca arvadlara oxşuyursan. Amma mən həmin effekti əldə eləmək istəyirdim. Hal-hazırda bayırda kurtka geyinməyə uca gecdi. Prosta futbolka ilə gezməyə tezdir. Ona görə bunu geyinəcəm. Həmişəki kimi videonun altında Demonu yükləmək üçün link var. Mütləq oradan yükləyin. O kuponları siz hissə istifadə edə bilərsiniz və 150 manat udmuş olacaqsınız. Təsəvvür edin ki, onsuz da məhsul endirimdədir. Gözəl qiymətə də əlavə də endirim olacaq. Siz təbii ki, özünüzə uyğun daha balaca razmer əldə edə bilərsiniz. Amma mən istəyirdim iminlə belə dursun, boş. Bu lookla geyməyi təbii ki istəmirəm. Yubka ilə, qısa yubka ilə və cropla geyinəcəm birlikdə. Düşünürəm ki, mükəmməl görsənəcək. Sadəcə rəng olaraq məncə şəkildən fərqlənir. Çünki rəngdə daha belə tünd rəngi idi. Bu arada qızlar, sifarişləri eləyərkən mütləq mənim promo koddan istifadə edin. Hal-hazırda onu öz ekranınızda görə bilərsiniz. Əlavə 30% sizə endirim verir. Və burada qızlar bağlamada 3 dənə məhsul qaldı cəmi. 3-ü də mənim çəkilişlər üçündür.
İlk öncə mikrofonu göstərim, baxaq görək ümumiyyətlə işləyir ya işləmir. Tutaq ki, bayırda yaxud molda mən sizin üçün kontent çəkmək istəyirəm, amma səs-küy o qədər olur ki, məni eşitmək qeyri-mümkün olur. Ona görə fikirləşdim ki, mənə mikrofon lazımdır. Görürsən, bu necə açılır? Oh, açıldı. Ben bu şəkildən qorxdum ki, mənə səhv qaranı göndəriblər. Çünki mən rozova sifarişləmişdim. Çox gözəldir. Əsas isə bunun gözəlliyi deyil, əsas odur ki, işləsin. Deməli, neçə nəfərlik istəyirsinizsə götürə bilərsiniz. Mən 2 nəfərlik götürdüm və təbii ki, qiymət değişilir. Hərəsini deyəsən zaryadkaya qoyursunuz, telefona qoşursunuz və istifadə edirsiniz. Bu isə Type-C. Arkadakı bardaka fikir vermirik. Çox yavaş danışmağa çalışıram. Baxın görün bu mikrofon ümumiyyətlə işləyir ya yox. Ümid edirəm ki, işləyər. Qiyməti 20 manat idi. Ümid edirəm ki, eşidirsiniz. Biraz bu tərəfə də gedim. Burada da dayanım. Burada 100% eşitməyəcəksiniz məni. Amma mikrofon işləsə bəlkə də işləyəcəksiniz. Bayaqki videoma fikir verməyin, amma çox gözəl səsi yazır və belə bir şey var ki, küləyi, nəfəsi eşitməyəsiniz deyə bunu yapışdırırlar. Bunu yapışdırmaq yadımdan çıxdı. Belə yapışır bura və külək zadda eşidilmir. Maqnitlidir. Wow, superdir. Gözəl işdir. Bilməm indi neçə il mənə gedəcəksə, amma bilirəm ki, belə tipli mikrofonlar bizdə şəhərdə minimum 80-90 manatadır. Amma Temuda 5-6 manatdan başlayan qiymətlərini əldə edə bilərsiniz. Mən biraz bahasını aldım. 20 manata 2 başlıqlı rəfiqəmlə nəsə çəkəndə bizi yaxşı eşidəsiz deyəm. Bilmirəm yadınıza gəlir ya yox, amma keçən il deyəsən mən sizə demişdim ki, keçən il olmaz, 1 ildir kanalım var. 1-7 ay bundan əvvəl demişdim ki, 350 manata bir də mikrofon tapmışam və onu almaq istəyirəm. Eyni belə tipli mikrofon idi və yaxşı ki onu almadım, çünki mükəmməl yazır səsini. Ümumiyyətlə bunu şosta çəkəcəm. Bilməyənlər bilsin ki, belə gözəl bir məhsul var. Birdən əldə eləmək istəyənlər var, faydalı bir video ola bilər və yaxşı baxış yığa bilər. Növbəti mənim kontentimi daha mükəmməl eləmək üçün belə bir məhsul sifarişləmişəm. Hələ ki balacasını götürmüşəm. Yaxşı olsa böyüyünü də alacağam. Deməli bu nədir? Heç bilmirəm Azərbaycanca buna nə deyirlər. Videolar qorxdum. Videoları çəkərkən siz bunu aşağı qoyursunuz və işıq çox gözəl üzünüzdə olur. Görüntü əldə eləmək üçün bir bloger bunu tövsiyə elədi və onun tövsiyə əsasında mən sifariş elədim. Baxım görüm mənim işimə yarayır ya yox. İstifadə elədikcə göstərəcəm sizə. Və axırıncı məhsul yenə videolarım üçündür. Ümumiyyətlə çalışıram videolarımı daha da yaxşı olsun. Heç vaxt ekonomiya eləmirəm kontentimdə. Deməli belə bir ştativ sifariş eləmişəm. Mənim uyğun ştativim yoxdur, hansı ki məni aşağıdan çəkəcək. Baxın, belə qoyacağım telefonu və makiyajla bağlı videoları çəkəcəm. Belə də eləmək olar. Mənimki ştativ çox yuxarıdan çəkir, amma mən istəyirəm ki aşağıdan yuxarı çəksin. Ona görə bunu aldım, bilmirəm işimə yarayacaq ya yox, baxaq. Wow, necə gözəl. Məncə superdir qızlar. Sizcə necədir? Tam istədiyim yerdən məni çəkir. Sadəcə vloqları demək olar ki, hamısını telefonla çəkdiyimə görə o biri ştativlər hansılar ki, mən neçə illərdir istifadə eləyirəm. Bəzilər sınıb. Bəzilər yararsız vəziyyətinə gəlib. Telefon üçün normal ştativlərim yoxdur, 3 dənədir. Hər yerə uyğun ştativ lazımdır. Ona görə bu ştativi qoyacağım bura, pəncərənin qabağında. Makiyaj eləyərkən, prosta sizinlə söhbət eləyərkən superdir. Bağlamadakı məhsulları hamısını yerbəyer elədim. Bu dəfə çox ürəyimcə oldu hər bir məhsul. Bayaq sizə bağlamanı götürəndə danışdığım mövzunu daha ətraflı danışmaq istəyirəm. Baxın, belə bir mesaj gəlib mənə. Mənim böyük kütləm olduğuna görə düşünürəm ki, sizi daha hamınızı məlumatlandırmalıyam. Hal-hazırda internetdə moşennik sxemlər dəhşət çoxdur. 6 ay bundan əvvəl atamın başına bir hadisə gəlib. Görüb ki, WhatsApp-da onun iş yoldaşı ondan təcili kömək istəyir. Yəni ki, başqa nömrədən yazmayıblar. İmенно o insanın nömrəsindən yazır ki, çətin vəziyyətə düşmüşəm, 600 manat pulum lazımdır, təcili. Çox xahiş edirəm səndən, mənə kömək elə, sabah biri gün sənə qaytaracağam. Atam da çox ürəyi yumşaq insandır, sırası götürdü, göndərdi pul. Və dedi ki, yazışma tərzi də eyni o insanın tərzi kimidir. Heç bir şübhəsi yaranmadı ki, kimsə ola bilər. Pulu göndərəndən sonra xahiş elədi ki, bu pul yetmir, yenə bu qədər pul lazımdır. Atamın kartında da o məbləğ yox idi, özü kimdənsə borc alıb göndərib yenə 500 manat. Və maraqlısı odur ki, deyir ki, yenə pul
pul tap, təcili lazımdır, bu pul da yetmir. Atam da dedi ki, axırıncı 500 manatı mən özüm kimdənsə borc alıb sənə göndərmişəm, təəssüf ki, məndə yoxdur. 3 gün sonra öz iş yoldaşını işdə görəndə sual verir ki, necə oldu, problemi həll edə bildim, niyə yox? O da deyir ki, nə problem, bunun heç xəbəri yoxdur bu məsələdən. Sonra ortaya çıxır ki, bu insan WhatsApp-ını hakerlər qırıblar və onun tanışlarından hamısından borca pul istəyiblər. Və təbii ki, bu insan problemi deyil, sən inanmısansa sənin problemindir. Atam ümumiyyətlə o pula görə çox pis olmuşdu, ona görə diqqətli olun. Lap sizin tanıdığı nömrədən sizə zəng eləyib yazsa belə yenə də inanmayın. Hal-hazırda addım başı moşenniklərdir və bu situasiyanı sizə danışmaq borc bildim, çünki siz də bu problemlə rastlaşanda inanmayasınız. Stəkan o qədər ürəyimcə oldu. Mamaya göstərdim, mama bir adi stəkandı da, amma çox xoşuma gəldim. Çayını içməyə belə bir Rafael'ı video üçün almışdım, fərqlilik olsun deyə. Marakuyalı Rafael'ını heç bəyənmədim. Adi standart daha yaxşıdır. Bilirəm ki, malina ilə də var. Onun da dadını da çox da bəyənmirəm, amma ən pisi məncə budur. Amma məcbur indi tulamayacağam, yeməliyəm. Ona görə çayı bunu içəcəm. Bugün haçipuri ilə çəkdiyim mukbangı sırası atıram, montaj edib YouTube'a. Hələ bacınız iki daşın arasında bu Rafaela ilə də bir dənə shots hazırlayıb sırası tulladım YouTube'a. Cəmi 10 dəqiqə hazırladım, attım, olsun bir dənə də video və yaxşı yığdı bu arada. Bugün bayırda yağışlı havadır deyə bayıra çıxmaq fikrim yoxdur, hələ evdə işlərimi görüm. Məndə belə bir xasiyyət var ki, hava pis olanda ümumiyyətlə evdən bayıra çıxmaq istəmirəm. Belə baxanda evdə də işlərim doludur. Həm də ki, bilirəm ki, mənim izləyicilərim ev vlogları çox sevir. Sizi bayaq zaryadkaya qoymuşdum, videonu montaj elədim, işlərimi hamısını gördüm. İndi bir balaca çörəyim, qayğanaq elədim özümə, ən sevdiyim kolbasa, xiyar və qara çörək. İndi isə gəlin dırnaqları korreksiya eləyək. Başınız уже bilirdi ki, bugün uzun vlog çəkəcək. Bilmirdim ki, konkretно yalnız evdə olacağım ya harasa gedəcəm, amma vlog çəkdiyimi dəqiq bilirdim. Ona görə dünən qızlarımla məsləhətləşdim. Təzə aldığım gedlakların sətin şəklini qoymuşdum və soruşdum kütləmdən hansı rəng eləyim dırnaqlar. Əsas 4 rəng arasında tərəddüd edirdim və bugün siz seçdiyi rəngini eləyəcəm. Hələ formasında sizinlə məsləhətləşdim. Kvadrat eləyim yoxsa oval, hamı oval seçdim. Forması mindəl eləyəcəm, ona görə sökərkən hələ friza ilə qıraqlarını söktüm. İndi pilka ilə formanı da verəcəm. Bu dırnağım biraz sınıb, bunu ayrı eləyəcəm. Bunlar isə demək olar ki, hazırdır. İndi manikürü eləyəcəm. Məncə bu uzunluq kifayətdir, gözəl görsənir. Və qusaçka ilə manikürümü tamamlayıram. Əvvəl və sonra vaxtına baxdım. 2 saat 40 dəqiqə vaxt sərf elədim bu korreksiyaya. Dırnaqlarımı gelinə bərkitdim. Belə gözəl nəticə alınıb, keç üstündən heç nə tətbiq eləməyi istəmirəm. Amma Instagramda sizinlə məsləhətləşib bir rəng birlikdə seçmişdik. Onu vuracağım. Təzə setdən. Keçən vlogda göstərmişdim sizə. Dermagel lakların seti almışdım. Yılqaladım və baxın necə gözəl forma alındı. Məncə idealdır. Instagrama mən prosta şəklini yerləşdirmişdim. Bir tane baxın necə də gözəl zərli rəng seçmişsiniz. Super. Cəmi bir qat tətbiq elədim. Necə də gözəl rəngdir. Mən ümumiyyətlə zərli rəngləri son zamanlar çox sevirəm. Lampanın içinə salıram, olur ağ rəng. Baxın necə də gözəl xırda zərlər var içində. Çıxardıram, ambre olur. İndi göstərəcəm sizə, bitirmişimi göstərəcəm necə gözəl ambre olursa. Pəncərəni açdım ki, biraz hava gəlsin və nəticəni sizə göstərim. İndi suyun altında da göstərəcəm. Çünki dermagel laklardır. Bu deməli sol əlim. Tam dırnaqlarımın rəngə uyğun Long Chips'dən mənə belə bir bağlama gəldi. Dırnaqlarımı eləyirdim, kuryer gətirdi, verdi və gəlin baxaq görə içində nə var. Dəfələrlə sizə demişəm, supermarket alış-veriş eləyəndə və s. Long Chips mənim ən sevdiyim chips növüdür və çox gözəl bir video çəkəcəm Instagram üçün. Burada fərqli dadlar var və bunların belə tipli konfet saqqızlar. Bunlar da çox dadlıdır. Keçən dəfə də sizə göstərmişdim bunları. Heç yerdə görmədiyim dadlar var burada. Çox yandıran çili dadıyla.
Bilirlər artıq bu mənim ən sevdiyim daddır. Nə qədər sevirəm bu brendi, amma belə bir şey görməmişəm. Kababla long chips heç görmüsünüz mağazalarda. Belə balına bir dadı, sir deyil, bu əməkdaşlıqdır. Amma bundan əvvəl dəfələrlə sizə storieslərdə göstərmişəm ki, mən 5-5, 7-7 bu long chipsdən özüm də alırdım və indi də almağa davam edirəm. Bunu sadəcə Instagram üçün post kimi çəkib sizin üçün paylaşacağım. Bu da çox dadlıdır. Yəni ki, hamısı, mənə görə hamısı dadlıdır. Əgər heç sınamamısınızsa, supermarketlərdə tapa bilərsiniz. Ona görə nə etmək lazımdır? Məni Instagramda takip olmaq. Abratla belə səliqəli bağladım. Çünki bugün vaxt yoxdur. Sabah bəzənəcəm və qəşəng bir dənə video çəkəcəm Instagram üçün. Mən özüm burada videolar çəkirəm deyə demirəm qızlar. Ümumiyyətlə YouTube çox faydalı bir platformadır. Mən gördüm ki, bu qolbağı alan hər kəs rahat şəkildə bunu balacalaşdıra bilir. Və YouTube'da baxdım, belə bir video olduğunu gördüm və gördüyünüz kimi açdım bunu, istədiyim razmer eləyib qoluma taxacam. Aqası çox asandır. Bunu prosta dartmaq lazımdır və biri çıxır. İkisini çıxartacağım, kifayətli, ideal olacaq qoluma. Baxın, belə dartırsınız və buradan belə çıxartırsınız. Maşınımın açarın кейsi üçün komplektə gedən bu, bilməm bunun adı nədirsə, mənə kömək elədi və çox asanlıqla tam öz razmer elədim. Bu qolbağı çox bəyəndim qızlar, dəhşət gözəldir. Bunun başqa növləri də var, bəlkə onları da sifariş elədim.